Dünyadan və Azərbaycandan keçən bir bəla var idi ki, o bəla içində çox adamlar qurban getdi. Söhbət koronavirusdan gedir və dünyanın da hələ ki tam açıqlama verə bilmədiyi bu fəlakət Azərbaycanda da minlərlə insanın canını aldı. Dünyasını dəyişənlər arasında məşhurlar da çox oldu. Onlardan biri də Səyyad Əlizadə idi. Səyyad Əlizadənin ölümü ilə bağlı oğlunun kulis haza verdiyi müsahibəsində müğənninin son anları ilə bağlı ciddi iddialar var. O deyir ki, atası səhv müalicənin, həkim səhvinin qurbanı olub. Bu barədə az sonra danışacağıq. Amma əvvəlcə isə biz qısaca bəyaz bir gecə kimi həyatımızdan keçən müğənninin bioqrafiyasına diqqət etməliyik. Səyyad Əşrəfoğlu Əlizadə 6 avqust 1958-ci ildə Füzulinin Babı kəndində anadan olub. İlk təhsilini Babı kəndindəki orta məktəbdə alıb, ailədə 7 uşaq olublar. 16 yaşında atası Əşrəf kişi dünyasını dəyişib, anaları Maniyə xanım uşaqları böyük çətinliklə böyüdü. Uşaq yaşlarından məktəbdə keçirilən şənliklərdə və rayon ansamblında oxumağa başlayıb və 8-ci sinifdə oxuyanda Füzuli rayonunda münsiflər heyətinə Ağabala Abdullayevin rəhbərlik etdiyi müsabiqədə qalib gəlib. 1976-cı ildə orta məktəb şagirdi olan Səyyada anası təzə gitara alır. Səyyad bu gitara ilə toylara da gedir. Günlərin birində öz tarix müəllimi Allahverənlə bir qadın toyuna gedir. Toyu onun müəllimi aparacaqdı və qadınlar müğənnidən Məmmədbağır Bağırzadənin həmin dövrlərdə böyük məşhurluq qazanan İstəmir məni mahnısını istəyirlər. Müğənni mahnını bilmədiyini deyir. Bu zaman Səyyad ayağa qalxıb mahnını oxumağa başlayır. Bundan sonra qadınlar deyirlər ki, toyu müğənni yox, elə Səyyad oxusun. O gündən Səyyad toylara getməyə başlayır. 1977-ci ildə İnşaat Mühəndisləri İnstitutuna daxil olur. İnstitutu qurtaranda 1981-ci ildə Kiyev şəhərinə metro tikinti idarəsinə növbə rəisi göndərilir. Bir neçə il metro sahəsində çalışır. Bu zaman Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovla da tanış olur və dostlaşırlar. Onların dostluğu sona qədər davam edir. Kiyevdə yaşayarkən bir rus qızı ilə tanış olur, qıza vurulur. Onunla evlənmək istəyir. Lakin bu barədə evlərinə zəng vurub deyəndə anası qəti şəkildə etiraz edir. Deyir, olmaz, çıx Bakıya gəl. Atasını erkən itirən, anasının əziyyəti ilə böyüyən Səyyad onun sözündən çıxa bilmir. Sevdiyi qızı atıb Bakıya qayıdır. Anası ona Azərbaycanlı bir qızla evlənməyi məsləhət görür. Müsahibələrinin birində Səyyad Əlizadə bu haqda deyir. Fikirləşdim ki, sevməsəm necə evlənə bilərəm? Dedi, yox, sən filankəsin qızını alacaqsan. Qız da Naxçıvanda oxuyurdu. Mən də ərköyün olmuşam. Qızlar həmişə arxamca qaçıblar. Anam qayıtdı ki, qızla telefonda danış, mən də zəng elədim, qız soruşdu ki, kimdir? Adımı dedim, məni tanıyırdı, çünki o vaxt artıq efirdə olurdum. Bu da bilirdi ki, Əşrəf kişinin oğlu filankəsəm. Buna baxmayaraq dedi ki, siz kimsiz mənə zəng eləyirsiniz? Mən də onun bu sözünə çox əsəbləşdim. Naxçıvanda dostum var idi. Əsəbimdən ora getdim, onu orada tapdım, qızı çağırtdırdım, gəlib məni gördü, çünki gələcəyimi gözləmirdim. Mən də coşmuşdum. Başlamışam ki, sən kimsən mənə belə cavab verirsən? Mən heç səni tanımıram. Dedim, mənə gəlirsən gəl, gəlmirsən, heç səni tanımıram. Anamın xahişi ilə sənə zəng eləmişdim. Bu qız başını qaldırıb bircə kəlmə də demədi. Bu, mənim xoşuma gəldi. Dostum da qayıtdı ki, sən cəmaatın qızının üstünə niyə qışqırırsan? Özlüyümdə fikirləşdim ki, bu yaxşı qızdır. Gözəl, uzun saçlı qız idi. Xəyalımdakı qadın idi. Sonra bir-birimizi sevdik. Atası gil onu başqasına vermək istəyirdi. Getmədi. Biz Kəmali xanımla 1987-ci ildə ailə qurduq. Səyyad Əlizadənin Bəyaz Gecələr mahnısı Kəmali xanımla sevgisinə yazılıb. Bəyaz Gecələr
dövrün ən populyar mahnısına çevrilir. Səyyad Əlizadənin müğənni kimi uğurlu vəsiqəsi olur. Mahnı bütün Azərbaycanda sevilməklə yanaşı, dünyanın 30-dan çox ölkəsində də oxunmağa başlayır. Müğənninin övladlarına gəlincə isə öncə Şəhla adlı qızı dünyaya gəlib. Cütlüyün bundan 14 il sonra əkiz oğlan uşaqları anadan olur. Atabəy və Məhəmməd. Təəssüf ki, Məhəmməd 2 il sonra xəstəlik səbəbi ilə dünyadan köçür. Səyyad Əlizadə Bakıda oxuyarkən qardaşları ilə birgə Yasamalda Zərifə adlı bir qadının həyətində kirayə qalır. Bir müddət sonra Zərifə adlı qadın Səyyadgili o qədər yaxın qəbul edir ki, onlardan kirayə pulu almır. Onlar bir ailə kimi düz 13 il həmin yerdə yaşayırlar. O həm də qadın müğənnilərlə duet ortağı kimi məşhurluq qazanmışdı. Könül Kərimova, Rahidə Baxışova, Mətanət İskəndərli, Mənsurə Musayeva, Türkanə Həsənova ilə duetlər ifa edib və musiqi albomları buraxıb. Müğənni heç vaxt spirtli içki içməyib və siqaret çəkməyib. İdmanla məşğul olub, futboldan və güləşdən hətta dərəcələr də qazanıb. Bir müddət əvvəl müğənni haqqında ölüm xəbəri yayılır. O efirə çıxaraq bu xəbərin yalan olduğunu, sətəlcəm keçirdiyini və müalicə aldığını bildirir. Sanki amma bu xəbər biraz da kabusa çevrilir. Səyyad Əlizadə sentyabrın 13-də koronavirus xəstəsi kimi Zığda yerləşən modul tipli xəstəxanaya yerləşdirilir. 17 sentyabrda Mərkəzi Gömrük Hospitalına köçürülür, ECMO aparatına qoşulur. Mərkəzi Gömrük Hospitalına köçürüldükdən sonra vəziyyəti yaxşılaşdığı bildirilsə də, daha sonra onun vəziyyətinin yenidən ağırlaşdığı göstərilir. Müğənni 30 sentyabr 2021-ci ildə 63 yaşında çox sağlam vəziyyətdə olarkən vəfat edir. Onun vəsiyyəti Füzuli rayonunda valideynlərinin yanında dəfn olunmaq idi. Ailəsi onun vəsiyyətinə uyğun doğma kəndi Füzulinin Babı kəndində, elə valideynlərinin yanında da dəfn edirlər. Oğlu Atabəy Kulis Azah verdiyi müsahibəsində qeyd edir ki, atası səhv müalicə olunub. Sitat: "Hər şey həkimlərin günahı idi. Efirdə bu barədə danışanda səsimi kəsmişdilər. Sağlam adam idi. 30 gün bu adama heç nə olmamışdı. Nə oldu birdən-birə. Nə elədilərsə ciyərləri deşildi. 3 gün ərzində dayanmadan qanaxma oldu. Elə çox qan itirdiyinə görə də rəhmətə getdi." Sitatın sonu. Səyyad Əlizadənin mahnıları dərin sentimentallıq yaşayan bir ölkənin taleyinə çevrilmişdi. Bugün uşaqlığı, gəncliyi 90-cı illərə düşən hər kəs Səyyad Əlizadənin mahnısını eşidən kimi içində izah olunmaz bir titrəyiş yaranır. Səyyad da elə məhz bu ürpərtidə, bu titrəyişdə, bu həyəcanda yaşayır və yaşayacaq. Allah rəhmət eləsin.